115'ə baxırıq. Deməli 115-də deyilir ki, natrium OH-ın 200 qram 10%li suda məhlul üçün hansı ifadələr doğrudur? Əvvəlcə natrium OH-ın bu 200 qram 10%li məhlulunda nə qədər natrium OH var onu tapaq. Edir 20 qram. Deməli bu 200-dən də 20-ni çıxıram ki, görüm nə qədər su var. 180 qram su var, 20 qram da natrium OH var. Bunları mola çevirək. Çünki bizdən onun həmin molunu soruşur. Həm suyun molunu, həm natrium OH-ın molunu və elektronunu soruşur. 20 qram natrium OH 0,5 moldur. 180 qram su 10 moldur. Bunu da yazdıq. İndi nə soruşur? 1 mol natrium OH var. Bu yanlışdır. Çünki 0,5 var. 10 mol su var. Bu doğrudur. Üçüncüyə baxırıq. 20 qram natrium OH var. Bəli, bu doğrudur. 20 qramdır. Sonra 110 Na elektron var. Bunda elektronu tapaq. Deməli, natriumun elektronu 11'dir. Oksigen 8'dir. Bir də hidrogen eləyir 9. 20 elektron natrium OH-da var. Bunda 0,5'ə vuranda 10 eləyir. Deməli 10 elektron natrium OH-dadır. Suya baxaq. Hidrogende elektron 1'dir. Biri də 2'yə vuranda 2. Oksigende elektron 8'dir. Bu elədi 10. Əmsalında da 10 var. Edir 100. 100 dənə elektron suda var. 10 elektron da natrium OH-da var. Deməli 100 ilə onun zəmi. 110 vuraq Na qədər nə var? Elektron var. Deməli 4-cü də düzdür. Sonra 20 Na elektron var. Bu yanlışdır. Çünki biz artıq tapdıq ki 110 Na elektron var. Deməli cavab 2, 3, 4'dür. 117'yə baxırıq. 117'də nə deyir? Su buxarlandıqdan sonra müəyyən temperaturda qabda yalnız doymuş məhlul olarsa hansı ifadələr doğrudur? Əvvəlcə baxaq görək qabda 300 qram 16%li məhlulda nə qədər duz var? 300'ü vururam 16'ya bölünəm 100'ə. 48 qram duz var. İndi 48 qram biz duzu tapdıq. 300'dən 48'i çıxıram görüm nə qədər su var? 252 qram da su var. Sonra deyir ki bu 252 qram suyun 60 qramı buxarlanır. 252'dən də 60'ı çıxıram. Buxarlanan sudur bu. Görüm su nə qədər qaldı? Su qaldı 192 qram su qaldı. İndi baxaq görək hansı variantlar doğrudur. 1. Həmin temperaturda duzun həll olma əmsalı 200'dür. Deməli, KH-ı tapmaq üçün biz duzu nəyə bölməliyik? Suya bölməliyik. Vurmalıyıq 1000'ə. Duz nə qədərdir? Duz 48'dir. Su da 192'dir və 1000'ə də vururam. 48 ilə 192 ixtisar gedər 48'ə 4 dəfə, bu da 1 dəfə. Bu eləyir 250. Amma burada nə veriblər? 200. Deməli 1 yanlışdır. Keçirik ikinciyə. Doymuş məhlulda duzun kütlə payı 20%'dir. Baxaq görək duz nə qədər idi? Kütlə payı yazaq, omega bərabərdir. Duz 48'dir. 360 qram məhlulun var idi. Bunun 60'ı gedib 240'ı qalıbdır. Və 100'ə də vururam. Kütlə payını soruşur da məndən. Bu da eləyir 20%. Deməli bu ikinci doğrudur. Üçüncüyə baxaq. Doymuş məhlulda 48 qram duz var. Üçüncüdə. Bu da doğrudur. Çünki 48 qramdır. Doymuş məhlulda 224 qram su var. Bu yanlışdır. Ona görə ki 252 idi. Bunun 60'ı buxarlandı. 192'si də qaldı. Cavab olur 2 ilə 3.